Hörmətli millət vəkilləri, indi isə sıra məndədir. Deməli, mən çalışmışam ki, bu Tərtər qətliamında verilmiş ən mundar, ən iyrənc, milli mənəvi dəyərlərimizlə taban-tabana zidd olan ən ağır işgəncələr haqqında danışacağım. Bilirəm, yəni biraz emosional olacaq, kimsə özünü pis hiss eləyə bilər. İnanın ki, mən bunu BMT-də, tədbirdə danışanda, yəni bu Avropa dövlətlərinin deputatları, yəni oradakı təmsilçilər həqiqətən də çox pis olmuşdular. Eyni şeyi biz ATƏT-də də, AŞP-da da yəni müşahidə eləmişdik. Amma hər bir halda çıxışımı sizə təqdim edirəm. Hörmətli millət vəkilləri, öncəliklə məndən əvvəl çıxış edən millət vəkillərinə dolğun çıxışlarına görə təşəkkür edirəm. Məndən əvvəl artıq deyildi. Düz 8 il bundan öncə Azərbaycan xalqının və dövlətinin tarixinə qapqara bir ləkə kimi düşmüş Tərtər dövlət qətliamı baş verib. Bu qətliamın Azərbaycan xalqının milli mənəvi dəyərlərinə zidd olan işgəncə elementləri ilə zənginliyi adamın diqqətini cəlb edir. Eyni bir millətin nümayəndələri axı necə bir-birinə qarşı bu cür iyrənc əməllər icra edə bilər? Burada səsləndirəcəyim işgəncə növlərinə görə əvvəlcədən hər kəsdən üzr istəyirəm. Amma bunların hamısı deyilməli və heydərizmin murdar mahiyyəti bütün səviyyələrdə ifşa edilməlidir. İlk olaraq hərbiçilərin cinsiyyət orqanlarına verilmiş işgəncələrə baxaq. 1. Hərbçi kişilərin cinsiyyət üzvlərindən toka verilməsi, yəni elektrik cərəyanının verilməsi. Mən əminəm ki, hazırda çoxlarınızın üzü turşudur, sanki ağrını canınızda hiss etdiniz. Amma bu hələ əlifbanın A hərfidir. Hələ indi başlayırıq. Biraz səbirli olun, çıxışımı sona qədər dinləyin. 2. Hərbçi kişilərin xayalarının hərbi çəkmənin dabanı ilə əzilməsi. Yəni, hərbçilər əlləri, qolları bağlı, gözləri bağlı, döşəmədə otuzdurulur. Yəni, sadəcə alt paltarında, maykasız. Və keçən işgəncə verənlər hansını ürəyi istəyir seçir və öz hərbi çəkmə deyirləri batinka. Onun dabanı ilə yaxınlaşıb onların xayalarını bax, bu cür vurub əzmək. 3. Hərbiçilərdən birinə elektrik cərəyanını anusuna qalın dəmir məftil yeridərək veriblər. Yəni, bağırsaqlarına daxildən elektrik enerjisi veriblər, tok veriblər. MTV kanalının redaktoru kimi bu işi araşdırarkən bir neçə zərər çəkmişin bu qətliamdan sonra cinsi problemlərinin və sonsuzluğun yarandığı etiraflarını eşitmişəm. Şəxsən mənə etiraf ediblər. Adamlar bunu mənə ağlayaraq etiraf edirdilər. Yaranmış cinsi problemlərə görə neçə ailə dağılıb, neçə hərbiçimiz uşaq üzünə həsrət qalıb. Növbəti işgəncə kateqoriyası murdarçılıq və iyrənc kateqoriyasıdır. 1. Hərbiçilərin üzərinə sidik ifraz edilməsi və tökülməsi. Əlləri və ayaqları bağlı halda saxlanılan, susuzluqdan fəryad edən hərbiçilərin üzərinə sidik ifraz olunması, vedrələrdə gətirilən sidiyin onların üzərinə tökülməsi haqda bir çox zərər çəkmiş bizə məlumat verib. 2. Hərbiçilərə sidik içirdilməsi. Su üçün yalvaran hərbiçilərə plastik butulkalarda sidik içirdilib. Əlləri bağlı olan hərbiçinin ağzına plastik butulkanın ucu yerləşdiriləndən sonra plastik butulkanı sıxaraq sidiyin təzyiqlə hərbiçinin boğazına və nəfəs yollarına daxil olması haqda kifayət qədər zərər çəkmiş ifadəsi var. Bizim mənəvi dəyər sistemimizdə bir Yezid obrazı var. İnsanları su ilə sınağa çəkəndə onu Yezid kimi adlandırırıq. Amma inanın ki, 14 əsr bundan əvvəl yaşamış orijinal Yezid belə bu cür iyrənclik etməyib. İnsanlara su əvəzinə sidik verməyib, sidik içirtməyib. Heydərizm öz iyrəncliyinə və mundarlığına görə tarixdə gəlmiş və getmiş bütün tiranları və despotik rejimləri kölgədə qoymağı bacarıb. 3. Hərbiçiyə öz nəcisini yedirdilməsi. İşgəncələr zamanı öz altını batırmış hərbiçilərə öz nəcisini yeməyə məcbur ediblər. Bəlkə də düşünürsünüz ki, bu artıq işgəncə verənlərin
xəstə təxəyyülünün nəhayətidir. Amma təəssüf ki, bu belə deyil. İrəlidə sizi daha dəhşətli işgəncə növləri gözləyir. Növbəti kateqoriya isə dırnaq arası etiraf əldə etmək üçün hərbiçilərin ailə üzvləri ilə bağlı işgəncələridir. 1. Bir hərbçinin bacısını işgəncə yerinə gətirərək lüt soyundurmuş və lüt qardaşı ilə skoçla bir-birinə bağlayaraq asmış və bu halda onların hər ikisinə hərbiçidən dırnaq arası etiraf almaq üçün işgəncə vermişlər. 2. Qorxmaz Qasımov adlı hərbiçinin həyat yoldaşını və 8 yaşlı qızını işgəncə yerinə gətirib, onları zorlayacaqları ilə təhdid etmiş və ondan öz əleyhinə dırnaq arası etiraf əldə etmişlər. 3. Bir neçə hərbiçinin oğlunu və atasını işgəncə yerinə gətirərək təhdid və təzyiq üçün işgəncələr verilmişdir. Heydərizmdə ailə adlı müqəddəs heç bir şey yoxdur. Bütün insanlar, uşaqlı və böyüklü, qadınlı və kişili, hamısı heydərizm üçün sanki bir böcəkdir, hətta xırda bir həşaratdır. Bura qədər olan işgəncələr hərbiçilərin öz və yaxud da hansısa həmkarının əleyhinə dırnaq arası etiraf ifadəsi verəndən sonra tətbiq edilən işgəncələr idi. İndi isə hərbiçilərdən dırnaq arası etiraf alandan sonra onların ailə üzvləri ilə bağlı murdar işgəncələr barədə danışmaq istəyərdim. 1. Hərbiçilərdən birinin anasını işgəncə yerinə gətirərək oğlunun başına və ağzına sidik ifraz etdiriblər. Bizdə olan məlumata görə az sonra həmin ana özünü yandıraraq intihar edib. 2. Ata və oğul ayrı-ayrı korpuslarda xidmət etsələr də, atadan dırnaq arası etiraf almaq üçün oğlunu işgəncə yerinə gətiriblər. İşgəncələrə məruz qoyaraq atadan dırnaq arası etiraf alıblar, sonra isə oğlu atasının başına sidik ifraz etməyə məcbur ediblər. 3. Başqa hərbi hissədə qulluq edən bacı oğlunu işgəncə yerinə gətirərək dayısının başına sidik ifraz etməyə məcbur ediblər. Heydərizmin sidiklə bağlı bir kompleksi ola bilər. Buna etirazım yoxdur. Amma öz komplekslərini xalqa transfer etmək cəhdləri həqiqətən ürək bulandırıcıdır və nifrətə layiqdir. Növbəti işgəncələr kateqoriyası hərbiçilərin dırnaq arası etirafından sonra cinsi təcavüzə məruz qalması haqqındadır və burada da səbirli olmağınızı tövsiyə edirəm. 1. Hərbiçilərin butulka, şüşə butulka üzərinə otuzdurulması. Hələ Sovet vaxtından məşhur olan bu cəza növünü tərdə hərbiçilərdən öz əleyhinə dırnaq arası etiraf alandan sonra sanki onları sındırırmışlar və ya mundarlayırmışlar kimi cəzalar tətbiq edilir. Hərbiçilər lüt soyundurularaq şüşə butulkaların üzərinə oturdurulublar və nəticə olaraq onların anal keçəcəyində zədələr və qanaxmalar meydana gəlib. 2. İşgəncələr zamanı bir mayorun cinsi yolla zorlandığı haqqında şahid ifadələri var. Mayoru 18 yaşlı gənc əskərə zorladıblar. Əskər bunu etmək istəməsə də onu da döyərək buna məcbur ediblər. 3. Bayraq üzərində hərbiçimizin zorlanması haqda hamımız eşitmişsiniz. Təkcə bu fakt heydərizmin dövlət atributlarına verdiyi dəyərin göstəricisidir. 4. Hərbiçilərin anusuna yad cisimlərin yeridilməsi. Burada artıq heydərizmin xəstə təxəyyülünün yeni hüdudlarını kəşf edəcəyik. Hərbiçilərin anusuna 20 mm-lik plastik borunun yeridilməsi, taxtadan olan bel sapı kimi bir cismin yeridilməsi, 16 mm-lik metal armaturun yeridilməsi və rəisin dəyənəyin yeridilməsi. Xeyr, bu hələ son deyil. Şahidlərin verdiyi, zərərçəkmişlərin verdiyi məlumata görə işgəncə vaxtı filankəsə ayağımı soxmuşam deməsi üçün butulka üzərində otuzdurulandan sonra həmin adam çəkməsi qarışıq ayağını həmin işgəncə görənə yeridib. Və bəzi zərərçəkmişlərin dediyinə görə həmin şəxsin adı Hikmət Həsənovdur. 1-ci Ordu Korpusunun komandiri General Hikmət Həsənov. 5.
öz əleyhinə dırnaqarası etiraf etmiş bir neçə hərbçiyə qarşı isə ümumiyyətlə ağla sığmaz hərəkətlər etmişlər. İşgəncə verənlər öz cinsiyyət orqanlarını həmin hərbçilərin ağız boşluğuna soxmuşlar. İşgəncələr altında qətlə yetirilmiş bir hərbçinin qadın ailə üzvü meydə almaq üçün işgəncə yerinə gəldikdə onu da içəri sürüyərək 6 saat ərzində növbəlilik prinsipi üzrə cinsi təcavüzə məruz qoymuşlar. Bununla doymayıb, sonradan qadına taxta, metal və s. kimi yad cisimlər belə yeritmişlər. Bütün bu eşitdiklərimizdə bizi dəhşətə gətirən, üzr istəyirəm, bizdə dəhşət və vahimə yaradır, elə deyilmi? Amma şəxsən mənim daxilimdə yaranan dəhşət və vahimə işgəncələrə görə deyil. Bu işgəncələrin dövlət tərəfindən verilməsi və dövlət tərəfindən normallaşdırılması faktıdır. Əgər Azərbaycanda olan hər nəyəsə dövlət demək olarsa, təbii ki. Niyə biz tərtərdəki işgəncələri dövlətin adı ilə bağlayırıq? Əlbəttə, bilirik, hakimiyyət başqadır, dövlət başqa. İlk baxışdan hamı işgəncələrin hakimiyyət tərəfindən verildiyini düşünür. Amma bu çox dayaz bir düşüncədir. Niyə? Əvvəlcə ondan başlayaq ki, həmkarlarım da əvvəlcədən vurğuladılar, tərtərdə verilən işgəncələri dırnaq arası qanuniləşdirmək üçün 4 dövlət orqanı, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətliyi və Baş Prokurorluq 7 may 2017-ci il tarixdə birgə bəyanat verərək orduda kütləvi xəyanət faktının aşkarlandığını və bu istiqamətdə araşdırma başlandığını elan etdilər. Dövlətin 4 güc strukturu bu bəyanatı verdi. Yəni, dövlət öz xalqını aldatdı. Sözə baxayım, dövlət xalqını aldatdı. Dövlətin məsuliyyəti təkcə bununla bitirmi? Xeyr. Məhkəmələrdə zərər çəkmişlər işgəncələrə məruz qaldıqlarını, etirafa məcbur edildiklərini dilə gətirsələr də, onların dediklərinə məhəl qoyulmadı. Və nəticə olaraq məhkəmələr dövlət adından onlara qanunsuz olaraq hökm oxundu, həbs etdi. Birinci instansiya məhkəməsinin dövlət adından çıxardığı qeyri-qanuni qərarlar apellyasiya məhkəməsi və ali məhkəmə tərəfindən dövlət adına qüvvədə saxlanıldı. 3 məhkəmə instansiyasında da hökmlər dövlət adından verildi. İnsanlar qanunsuz olaraq azadlıqdan məhrum edildi. Heç bununla da bitmədi. 2021-ci ildə Azər Freedom TV və Kim TV bu işi araşdırarkən zərər çəkmişlər etiraz aksiyaları keçirərkən bu işi araşdıran İlham Aslanoglu və mən özüm də həbs edildim. Bax, biz həbs ediləndə, bütün bu qanunsuz məhkəmə qərarları çıxarılanda Azərbaycan adlı dövlətin başını hansı kolunun dibinə soxduğu məlum deyildi. Bu cinayətdə hər iki əli dirsəyə qədər qana batmış Xanlar Vəliyev haqq etdiyi həbsxana əvəzinə bir neçə gün öncə Konstitusiya Məhkəməsinə hakim təyin ediləndə Azərbaycan adlı dövlətin başı elə həmin kolluqda idi. Belə dövlət olmur, hörmətli millət vəkilləri. Belə dövlət olmaz. Dövlət xalqını aldatmaz. Dövlət vətəndaşını zorlamaz. Belə dövlət olmaz. Bunun adına nə istəsəz demək olar? Bütün pis adlar və pis sifətlər yaraşır Azərbaycan adlı dırnaq arası dövlətə. Amma dövlət demək olmaz. Tərtər dövlət qətliamına qədər də polis və prokurorluq orqanlarında insanlara işgəncələr verilirdi. Amma seksual səviyyədə çox nadir hallarda rast gəlmək olurdu. Tərtər hadisəsindən sonra isə polis orqanlarında insanlara məhz elə bu üsullarla işgəncələrin verildiyi haqda çox narahat edici xəbərlər daxil olmaqdadır. Məsələn, bu dindarların kütləvi şərlənərək həbs olunması prosesində Hövsan qəsəbəsində şeyx ləqəbi ilə tanınan Ruhani İmran Ələsgərovun vurularaq xayalarının əzildiyi, Xocasən Axundunun zorlanma ilə təhdid edildiyi və bir çox şərlənərək həbs edilən dindarların cinsiyyət üzvlərindən işgəncələrə məruz qalması haqqında məlumatlar daxil olur. Dövlət məsələsi bir yana. Bunu nə mən, nə də siz indi düzəldə bilmərik. Dövləti islah etmək üçün bizim hakimiyyətə gəlməyimiz,
Bizim hakimiyyətə gəlməyimiz üçün isə heydərizmin tarixin zibiliyinə qovuşması şərtdir. Bu şərtlər ödənmədikcə Azərbaycan dövləti öz vətəndaşlarını zorlamağa və öldürməyə davam edəcək. Sizə təqdim etdiyim işgəncələrdən biz neyi başa düşürük? Bu işgəncələr niyə verilir və bu hansı nəticələr doğurur? İstəyərdim bu məsələ haqqında qısa toxunum. 1. Milli birliyin sarsılması. Bayaq da qeyd elədilər. Azərbaycan xalqı üçün ordu üçün də xalq çox dəyərlidir. Azərbaycan xalqının milli dəyərlərinin əsasında xalqın öz dövlətinə, ordusuna və bir-birinə güvəni dayanır. Əgər eyni millətin övladları bir-birinə bu səviyyədə işgəncə verirsə və bu əməllər dövlət strukturları daxilində baş verirsə, bu xalqın daxilindəki sosial bağların qopmağa, millət olaraq birlik və həmrəylik hissini zədələməyə başlayır. 2. Ordu və vətən anlayışına inamın məhv edilməsi. Ordu Azərbaycan xalqı üçün Qarabağ müharibələrindən sonra müqəddəs bir quruma çevrilir. Hərbiçilər isə bu müqəddəsliyin daşıyıcılarıdır. Onlara qarşı bu cür iyrənc, murdar və alçaldıcı işgəncələrin tətbiqi, xüsusilə də vətənə sədaqət andı içmiş şəxslərə qarşı, xalqda orduya və dövlətin simvolik gücünə qarşı kütləvi etimadsızlığı bir yana keçək, nifrət yaradır. 3. Ailə və namus dəyərlərinin tapdanması. Azərbaycan cəmiyyəti dərin köklü ailə, namus və iffət anlayışları üzərində qurulub. İşgəncələr zamanı qadınların, uşaqların, bacı və anaların alçaldılması, cinsi zorakılıqla təhdid olunması, ailələrin müqəddəsliyinə təcavüz, bu dəyərləri fiziki və mənəvi baxımdan çöktürür. Ailə dəyərləri zədələndikdə cəmiyyətin mənəvi sütunu da çökür. Çünki biz ailənin tərifini necə öyrədiblər bizə məktəbdə? Dövlətin ən kiçik forması. 4. İslam və dini əxlaq dəyərlərinin təhqiri. Ədalət, vicdan, insanın toxunulmazlığı kimi prinsiplər həm milli adət-ənənələrimizdə, həm də İslam dinində əsas dəyərlərdəndir. İnsanlara sidiq içirtmək, nəcis yedirtmək, seksual təcavüz göstərmək təkcə bədənə deyil, ruhlara qarşı edilən zülümdür. Bu əməllər həm dini, həm də milli baxımdan qeyri-insani, murdar və cəzası çox şiddətli olan haram əməllər kimi hesab olunur. 5. Nəsil davamlılığına təsir. İşgəncələr nəticəsində yaranan cinsi zədələr və sonsuzluq halları təkcə fərdləri deyil, onların ailələrini və gələcək nəsilləri də məhv edir. Bu, bioloji baxımdan da milli davamlılığa zərbə vurur. Ailələr dağılır, uşaqlar yetim qalır, əhalidə qorxu və ümidsizlik artır. 6. Xalqın dövlətə olan etimadının yıxılması. Əgər bu işgəncələr doğrudan da dövlət strukturlarının iştirakı ilə baş veribsə və bu cinayətləri törədənlər cəzalandırılmayıbsa, əlbəttə biz bunu bilirik ki, bu belədir. Sadəcə mən şərti cümlə istifadə edirəm. Bəs bu xalqın hüquq sisteminə, məhkəməyə, polisə və ümumilikdə dövlətə inamını tamamilə məhv edir axı. Belə bir toplumda qanunsuzluq və anarxiya üçün zəmin yaranır, zəmin. Sonda vacib bir nöqtəni qeyd etmək istəyərdim. Mən düşünürəm ki, həqiqətən də çox vacib bir nöqtədir. 10 iyul 2021-ci il tarixində Kəramət Böyükçölün İqbal Ağazadə ilə müsahibəsində söylədiyi bir fikir həqiqətən də mənim diqqətimi çəkmişdi. İqbal Ağazadə deyirdi, övladı tərtərdə öldürülən valideynin birinə dedim ki, sənin də oğlun vətənpərvər olub. Müdafiə Nazirliyindən vətənə xəyanət eləyənlərin siyahısı gəlmişdi. Yaxşı, əgər Müdafiə Nazirliyindən sənin oğluna da vətənə xəyanət edənlərin siyahısı verilsəydi, o nə edərdi? Valideyn dedi ki, gözlərini çıxarardı, onları öldürərdi.
Mən də dedim ki, onlar da bunu edib də. Xeyr, bu lətifə deyil. Bu heç gülməli də deyil. Tam olaraq bir xalqın faciəsinin həyəcan siqnalıdır. İnsanlarımızı rasional varlıqdan çıxarıb emosional varlığa çevirərək axlaqratik idarə etmənin əsasları tətbiq edilir. Artıq Azərbaycan xalqı ağlı və elmi əsaslarla deyil, vətən, bayraq, torpaq, dövlət, Sakarya şüarları ilə kütləvi insan qətlinə hazırlaşdırılır. Bu yerdə 2-ci Dünya müharibəsinin başlanma səbəbinin ifrat millətçilik olduğunu xatırladım. Və hazırda Azərbaycanda da Türk və türkçülük adı altında insanları emosional müstəviyə çəkərək istənilən ağılsız hərəkəti əsaslandıracaq bir zəmin hazırladığını müşahidə edirəm. Hörmətli millət vəkilləri, xalqımıza sahib çıxaq, insanlara sahib çıxaq, torpaq da, vətən də, dövlət də, çay da, meşə də, dəniz də, neft də biz insanlara xidmət etmək üçün deyil. İnsan onlara xidmət etmək üçün deyil. Və sonda bu çağırışı bir də səsləndirirəm, hörmətli millət vəkilləri. Gəlin əl-ələ verək, xalqımızı xilas edək, xalqımıza sahib çıxaq. Diqqətinizə görə təşəkkür edirəm.